Üzərliyəm, havayam, hər dərdlərə dəvayam. Amma bu dəfə üzərlik dəvaya yox, bəlaya çevrilib. Belə ki, bir azərbaycanlı şəxs Rusiya sərhədini keçərkən maşınında üzərlik olduğuna görə saxlanılıb. Artıq onun 5-10 il həbs cəzası alması ehtimalı da var. Səbəbsə üzərliyin tərkibində narkotik maddənin olmasıdır. Azərbaycanlı təzə avtomobil aldığı üçün üzərik otunu onun maşından asmışdır. Rusiya Cinayət Məcəlləsinin 229.1 ikinci hissəsi ilə cinayət işi qaldırılıbdır. Həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, üzərlik bitkisi, əsasən də onun toxumları 2020-ci ildə narkotik maddələr siyahısına daxil edilib. Lakin xüsusilə türk xalqları arasında bu bitki bir adətdir, ənənədir, qorunma üsuludur. Bəs üzərliyin tərkibi ilə bağlı deyilənlərdə doğruluq payı varmı? Onun toxumlarını yandırarkən tərkibindəki alkaloidlər insanlara rahatlıq gətirir, baş ağrılarını kəsir, yuxu gətirici təsir göstərir. Yəni onun tərkibində az da olsa narkotik maddə vardır. Digər alkaloidli bitkilər siyahısına lalə bitkisi daxildir. Hansı ki, rayonlarda bu lalə bitkisindən kətə hazırlanmasına, bişirilməsində istifadə olunur. Qaraqınıq otu və yaxud da ki, buna çörək otu da deyilir. Çörəyin üzərinə onun toxumlarını səpməklə bəzi, deyək ki, insanlara ağrı kəsici, rahatlıq gətirici xüsusiyyəti olduğu üçün istifadə olunur. Bundan əlavə olaraq kəhlik otu, bunun da tərkibində alkaloidlər var. Bir sıra ölkələrdə Gürcüstan, Litva, Ukrayna, Rusiya və digərlərində bu bitkidən istifadə qanunla müəyyən olmuş qaydada məsuliyyət yaradır. Bəs Azərbaycanda məsələ ilə bağlı vəziyyət necədir? Təyyarə və ya digər nəqliyyat vasitələrində ölkəyə bu cür bitkilərlə daxil olmaq hər hansısa qanun pozuntusu hesab olunurmu? Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət və ya inzibati məsuliyyətin yaranması üçün həmin maddələrin və ya bitkilərin adı ilə yanaşı onların qanunla müəyyən olunmuş miqdarda olması da əsas şərtlərdən biridir. Qeyd olunan siyahıda üzərlik bitkisi yer almamışdır. Üzərlik nə narkotik, nə psixotrop maddə, nə də güclü təsir edici maddə kimi tanınmır. Və bu səbəbdən də onun ölkəyə gətirilməsi, saxlanılması, daşınması, istifadə olunması və yaxud başqa hər hansı bir formada tətbiq edilməsi qanunvericiliklə qadağan edilməmişdir və məsuliyyətə səbəb olmur. Bəs vətəndaşlar üzərliklə bağlı nə düşünür? İllərdir bəli yandırıram. Nəzərə görə, hər bir şeyə görə istifadə edirəm evdə. Yandırırıq da dədə-babadan qalma adət olduğuna görə. Baş ağrıyanda biz onu yandırırıq, onu iyi bizə xoş eləyir. Köynə bizdə qədimdən qalmadı. Anamız, atam-babam qalmadı. Yəni uşaqdır, gətirdik evə, başını düzlə üzəri fırlayıb, evin üstündə təmiz edirik. Bugün texnologiyanın və elmi düşüncənin inkişafı ilə bərabər xalq inancları da dəyişir. Amma üzərlik hələ də bir çox ailələrdə sevilərək istifadə olunur. Bəzi insanlar üçün ondan istifadə sadəcə 100 illərə dayanan bir adətdir. Bəziləri isə hələ də üzərliyi neqativ enerjidən təmizlənmə vasitəsi kimi görür. Amma deyəsən artıq bu cür bitkilərdən istifadə edərkən 2 dəfə düşünməli olacağıq ki, hüquqi tənzimlənməklə qarşı-qarşıya qalmayaq.